Sosial tərəfdaş layihəsi çərçivəsində pensiya və sosial ödəniş alan vətəndaşlara xüsusi endirim imkanları yaradılır. Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu layihə həssas əhali qrupları, xüsusilə də pensiyaçılar, şəhid ailələri, qazilər, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardım alan şəxslər üçün nəzərdə tutulub. Vətəndaşlar rəqəmsal əlillik kartı ilə ölkə ərazisində olan müxtəlif market, aptek və xəstəxanalardan güzəştlər əldə edə bilərlər. Eyni qaydada sosial tərəfdaş kartı da artıq MyGov tətbiqində əks olunacaqdır. Vətəndaşlarımız vahid giriş üsulu olan MyGov ID vasitəsilə qeydiyyatdan keçərək MyGov tətbiqindən istifadə edə bilərlər. Artıq pensiyaçı endirim barkodu da e-sosial tətbiqindən MyGov tətbiqinə əlavə olunub. Artıq vətəndaşlar e-sosial xidmətlərindən, o cümlədən xüsusi pensiyaçı endirim barkodundan da MyGov tətbiqini yükləməklə yararlana biləcəklər. Vətəndaşların seçilmiş marketlər, apteklər və klinikalarla bağlı ətraflı məlumat əldə etmələri üçün sosialtərəfdaş.az saytına daxil olmaları və ya 010 712 73 12 qaynar xətti ilə mesaj və ya zənglə əlaqə saxlamaları kifayətdir ki, bu siyahı ilə yaxından tanış ola bilsinlər.